Təşviş pozuntunuz var ya yox? Gəlin təyin edək. Tutalım ki, gələcəyə dair hansısa bir planınız var. 70% o planın nəticəsi yaxşı olacaq. Sadəcə 30%lıq bir ehtimal var ki, pis nəsə də ola bilər. Sizin fokusunuz artıq o 70%-da deyil, o 30%-dadır. Yəni ki, siz pis şeyin olmağına ehtimalı həmişə daha çox verirsiniz. O ehtimal yaxşı bir şeyin olmağının ehtimalından çox daha az olsa belə. Bugündən yaşaya bilmirsiniz. Hətta başınıza yaxşı bir şey gələndə də tam-tamına rahat sevinə bilmirsiniz. Çünki o yaxşı şeyi itirəcəyinizdən qorxursunuz. Xəyal qurduqda belə xəyalınızdakı həyatınızda olan o yaxşı situasiyaların altında həmişə bir müəmma, bir mənfi motiv axtarırsınız ki, bu dərəcədə də yaxşı ola bilməz. Əgər bu dərəcədə idealsa 100% hansı bir mənfi situasiya var ki, bu idealın acığını məndən çıxır. Hər şey yaxşı olduqda belə, indiki zamanda, həyatınızda hər şey normada getdiyində belə, həmişə bir narahatlıq hissi var və həyatınızın yaxşı getməsi sizə təbii, normal gəlmir. Həmişə düşünürsünüz ki, əgər mənə yaxşı gedirmiş kimi gəlirsə, demək ki, hardasa böyük, gizli bir problem var, hansını ki mən görmürəm. Bu eyni zamanda insanlarla olan münasibətinizə də təsir göstərə bilər. Məsələn, biri sizə çox yaxşı davrandığında, bu dərəcədə ideal davranırsa və münasibətiniz bu dərəcədə yaxşı gedirsə, burada demək ki, mənim görmədiyim hansı bir problem var deyə düşünürsüz və olmayan problemləri görürsüz, üstə çıxardırsınız. Hər hansısa bir xırda detallardan yapışıb deyirsiniz ki, problem olacaq və axtardığım problemi tapdım. Əslində o problemlər o dərəcədə də böyük olmasa belə, siz artıq onların axtarışında olduğunuza görə problemlər də sizin gözünüzə böyük gəlir. Bəs sizdə təşviş pozuntusu var, yoxsa yox?